Xoş gördük sizi değerli izləyicilərimiz. Axşamınız xeyir olsun. Allah hər birinizi var eləsin. Həqiqətən bu bahar axşamında sizə bir dənə düşmə bir dənə villa çıxarmışım. Mərdəkanda, Ağ evin arxasında. Çox ideal. Mülk sahibi 90 bin manat endirim etdi. Oradan belə dedi ki, yenə də müştəri gəlsə, yenə də endirimimiz olacaq, amma gözəl bir endirim. Qapısı kimi asfalt, şəxsi tikili, 70 otel içində 220 kvadrat. Bir də onu vurğulayım ki, dəyərli izləyicilərimiz. Bu gördüğünüz villa 2 mərtəbəliyə, yəni Raşidində tikili. Burada gördüğünüz materialların da əksəriyyəti həqiqətən xaricdən gətirilmiş materiallardır. İstədiyiniz ustanı, prorabı, mühəndisini gətirib, yəni yoxlatdıra bilərsiniz. İnşallah başlayaq. Ardından həyətimizin təqdimatını. Deməli, dəyərli izləyicilərimiz, burada gördüğünüz 2 maşınlıq park yerimiz var, garajımız var. Buradan idarə olunan dəmir darvazası. Onu vurğulayım ki, 24 saat mühafizə xətti var burada. Həm kamerası, həm də ki, mühafizə polisi yanı qoruyur buranı. Burada bizim qış mətbəximiz, bir də oranı göstərir, izləyicilərimiz görsün. Qiymət çox ideal qiymətdir, həqiqətən. Bazar qiymətindən qat-qat aşağı. Orada manqalımız, yerə ki, istif olur, dəyərli izləyicilər. 2 tane qapısı var. Bak gördüğünüz bir kutlandarda olunan bir buradan giriş var, bir de oradan giriş var. Orada da ayrıca bir sanitar boşalması var. Çok yorulmayasın yani. Başlayaq bu yaşlı zonamızdan. Onu vurğulayım ki, 130 kvadrat yaşlı zonası var değerli izləyiciler. Yani yine de vurğuladım ki, istediğiniz ustanın, mühendisi getirin gelin. A'dan tutmuş Z'ye kimi yoktur. Ayrıca bir şey götürür. Pazar gibi 5 bin, 10 bin maşın almak için oradan direkt bize onu ustaya gösterir. O boyda yani villalarda onu ustaya göstermeden yani kullanırlar. Burada yaşlı zonamız, orada bizim ocağımız, filtrli hovuzumuz, orada vurğulayım ki, şəlalemiz de var. Burada jacuzzimiz de var. Yani yok da burada həqiqətən. Havası təmiz, ideal bir ərazi. Yeni yolla, bravo dəniz yolu, Mərdəkan yolu. Keçək, başlayaq villamızın içine sizlərə tanışırıq. Ya Allah, daxil olaq villamızın içine. Hoş gördük bir daha. Həqiqətən, içəri girsən, insanın aurasını açır bu villa, valla. Çok güzel, çok ideal. Adam bilmir, hardan başlasın, hardan qutarsın. Başlayalım buradan qonaqlıqlarımızda. Maşallah olsun, geniş, hündür. Mən həmişə villalara girəndə evlərə ən çox biz nəyə üstünlük verəm, dəyərli izləyicilərimiz, hündürlüyə. Həqiqətən. Bu bizim qonaq otağımız, bu bizim mətbəximiz. Buradan da dəhlizə çıxışımız var, qonaq otağından da. Qiymət çox ideal bir qiymətdir. Tablonu göstərmişsəndir, izləyicilərimiz görsün. Deməli, dəyərli izləyicilərimiz, burada bir yataq otağımız. Yəni tek sıxılmışlar yataq otağı. Bu ikinci bir yataq otağımız. Izləyicilərimiz görsün, maşallah olsun. Bir tavanı göstərir. Burada bizim qarşılığımız, yəni belə deyək də valideyn otağı. Bunun daxilində də özünə məsul hamam otağı. Allah hamının malını bərəkət versin. Həqiqətən səmimi qəlbdən deyirəm, ev arasında olan bütün bazı qardaşlarımıza Allah nəsib edir, inşallah qismət edir. Burada da ümumi bir hamam otağımız var. Dəyərli izləyicilər. Çək izləyicilərimiz görsün. Burada bizim saxlanıcı otağımızdır. Paltar yanmaşında falan hamısı yerində. Bu da bizim 3-cü yataq otağımız. Buyur keç. Göstərir izləyicilərimizə baxsınlar. Bunda daxilində qarqırovu. Bir də özünə məxsus hamam otağı. Keçək dəhlizə, izləyicilərimizə qiymətimizi deyək inşallah. Deməli, dəyərli izləyicilərimiz, qiymətimiz nədir? 7 sot içində paket kodsa, yenə dediyim kimi, ikinci mərtəbəli, yəni Raşidində oldu. Beton monolit, üstü də 6-da. Qiymətimiz, başlanğıc qiymətimiz 535 bin manat. İnşallah real alıcı gəlsin, şəxsi tikilidir. Yəni istədiyimiz, yenə deyirəm, ustanı, mühəndisi, prorabı gətirin. Əgər burada nəsə bir problem olsa, şəxsən bunu mən özüm bilirəm, hər bir problemdə 5 bin manat pul keçsəm sizlər üçün. Ama onu tapa bileceğiz. Onu bir daha nömrəmizə qeyd edək. 055-5
055 284 66 60 nə olmasa satmaq istəsən bu nömrələrdən əlaqə saxla.